Salam, hər vaxtınız xeyir olsun. Kanalda əvvəlcədən də dəfələrlə bildirdiyimiz kimi, hətta yanvar ayının 19-u 20-si tarixlərində yenilənmiş məlumatlar kanalda yayımlanmışdır ki, həmin dövrdə təxminən artıq 25-30 gün bundan əvvəl bildirmişdik ki, kanalda həqiqətən də artıq fevral ayının sonlarında hava şəraitinin gəlsin dəyişilməsi üçün münbir sinoptik şəraitin yaranması gözlənir Azərbaycan ərazisində. Yəni artıq bu məlumatlar bizdə olanda bir çox xarici kanallarda bu məlumatlar yox idi. Xüsusilə də Gürcüstanda, Şimali Qafqazda və Türkiyə arasında fəaliyyət göstərən hava kanallarının heç birisi bildirmirdi ki, fevral ayının sonlarında Qafqaz arasında hava şəraiti gəlsin dəyişəcək. Lakin bu məlumatlar bizim əlimizdə vardı. Bəzi kanallardan göndərilən xüsusi olaraq tapşırıqlar əsasında göndərilən bəzi agent şəbəkələr ki var, qəsdən yalan məlumatlar yaydılar ki, güya məlumatları biz kanalımızda olan məlumatları başqa kanallarda götürürük. Bu tamamilə yalandır, tamamilə absurddur. Artıq 2 ildə yaxındır ki, kanalımız fəaliyyət göstərir. Daimi izləyicilər bunu bilirlər ki, kanalımızda olan məlumatlar digər kanallarda olmamışdan əvvəl kanalda yayımlanır və ümumi olaraq bizim mənbəyimiz dəfələrlə bildirmişdir ki, Avropanın İsyan WM hava tədqiqatları mərkəzidir. Eyni zamanda bu məlumatları daha da dəqiqləşdirmək üçün həm Rusiyanın Milli Hidrometeorologiya Departamenti ilə biz əməkdaşlıq edirik. Eyni zamanda Böyük Britaniyanın, yəni Met Office'in, Böyük Britaniyanın yenilənmiş modellərinin məlumatlarından istifadə edirik və daha dəqiq məlumatlar üçün isə regional mənbələrdən, yəni xüsusilə də WLF, yəni el arasında VLF kimi tanınan modellərin məlumatlarından istifadə edirik. Yəni tamamilə absurd, tamamilə yalan üzərində qurulmuş bir siyasi əsasında güya ki biz məlumatları Tuş kanalından götürürük. Bu tamamilə yalandır. Faktiki olaraq gördüyünüz kimi məlumatlar xüsusilə də Avropanın İsyan WLF hava tədqiqatları mərkəzinin 100-dən artıq alt mənbə modellərinin istifadə olunmaqla daha da dəqiqləşdirilmiş məlumatlar isə Böyük Britaniyanın Met Ofisindən götürülür və həmçinin bəzi hallarda isə qonşu Rusiya arasındakı, yəni Rusiyanın Milli Hidrometeorologiya Departamentinin model məlumatlarından da istifadə edirik. Yəni Türkiyənin xüsusi bir modeli yoxdur ki, biz ora girib oradan götürək. Türkiyənin Meteoroloji Genel Müdürlüyündə olan modellər Türkiyənin öz ərazisi üçün, yəni öz ərazisi üçün planlaşdırılmış bir hava şəraitini təqdim edir. Bizim əsas mənbəyimiz bir daha bildirdiyimiz kimi dünyada qlobal əsas dəqiq məlumatlara əsaslanan Avropanın İsyan WLF hava tədqiqatları mərkəzindəki modellərdən istifadə edirik. Yəni tamamilə yalan məlumatlar var. Bu məlumatlar xüsusi olaraq, xüsusən də biz bilirik bunu kim göndərir. Gələn dəfə artıq mənə məcbur edəcəklər ki, həmin adamın adını çəkim. Xüsusilə də Türkiyədə fəaliyyət göstərən, demək olar ki, savada olmayan bir qrup, hardansa maliyyələşən, tamamilə bu sahədə heç bir iradəsi olmayan bir qrup tərəfindən güya ki bizim kanalımız təhdid edilir, yalandan məlumatlar yayılır ki, yəni oğurlanmış məlumatlar götürülür. Faktiki olaraq isə belə bir sübutlarla biz deyirik ki, belə bir məlumat tamamilə yalan bir məlumatdır.